Salam. Bu videoda oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın səthinin sahəsi mövzusuna baxırıq. Riyaziyyat dərsliklərinin izahının davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi unutmayın. Başlayaq araşdırma müzakirə hissəsindən. Şəkildə şüşədən hazırlanmış prizma formasında suvenir və onun modeli təsvir olunmuşdur. Prizmanın oturacaqları və yan üzləri hansı fiqurlardır? Gəlin qara qələmlə oturacaqlarını işarə edək. Prizmanın 2 ədəd oturacağı var. Bir bu düz bucaqlı üçbucaq, bir də bu düz bucaqlı üçbucaq. Yəni prizmanın oturacaqları düz bucaqlı üçbucaqlardır. Yan üzləri isə baxın 3 ədəd də yan üzü var. 1 2 və arxadakı da 3. Bunların hər biri isə düz bucaqlılardır. Yəni biz başa düşdük ki, prizmanın oturacaqları düz bucaqlı üçbucaqlardan, yan üzləri isə düz bucaqlardan ibarətdir. Digər sualda deyir ki, müstəvi fiqurlardan belə suvenir düzəltmək üçün hər fiqurdan neçəsi lazımdır? 2 ədəd düz bucaqlı üçbucaq, 3 ədəd isə düz bucaqlı lazımdır. Bu fiqurun tam səthinin sahəsini necə tapmaq olar? 2də 1 AB düsturu ilə düzbucaqlı üçbucaqların sahəsini toplamaq, daha sonra da AB düsturu vasitəsilə də hər bir düz bucaqlının sahəsini tapıb hər birini toplamaqla ümumi bu fiqurun tam səthinin sahəsini tapmaq olar. Baxaq öyrənmə hissəsinə. Oturacaqlı düzbucaqlı üçbucaq olan düz prizmanın tam səthinin sahəsi. Prizmanın bütün yan üzləri düzbucaqlılar ola bilər. Belə prizma düz prizma adlanır. Oturacaqları düzbucaqlı olan düz prizma. Baxın, yan üzləri oturacaqlarını düzbucaqlı üçbucaqları göstərib, yan üzləri isə digər düzbucaqlılar. Oturacaqları düzbucaqlı üçbucaq olan düz prizmanın tam səthinin sahəsini tapmaq üçün yan üzlərdəki üç düzbucaqlının və oturacaqlardakı düzbucaqlı üçbucaqların sahələri cəmini hesablamaq lazımdır. Biraz əvvəl də qeyd etdiyim kimi. Rəqəmlər verilib, şərt rəqəmlər. Altda da prizmanın tam səthinin sahəsini tapır. İlk öncə düzbucaqlı üçbucaqların sahəsini tapmaqla, daha sonra da düzbucaqların sahəsini tapmaqla hər birini toplayır və ümumi tam səthinin sahəsini tapır. Keçək çalışmalara. Düz prizmanın verilmiş açılış şəkillərinə əsasən tam səthinin sahəsini tapın. Nümunədə deməli prizma və onun hər bir yerinin uzunluğu verilib, hər bir tilinin. Daha sonra açılışı verilib, amma verilmiş çalışmalarda açılışın üzərində rəqəmlər qeyd olunmayıb. Biz verilmiş prizmaya əsasən açılışın üzərindəki rəqəmləri qeyd eləməliyik. Daha sonra da sahələrini tapıb, ümumi sahəni tapmaq üçün də onları toplamalıyıq. Başlayaq A variantından. Deməli, üçbucağın hipotenuzu 10 metr. 10 metrdir. Gəlin şəkildə qeyd eləyək. Hipotenuz buradır, bura 10-dur, burada 10-dur. Katetlər nə qədər verilib? 6 və 8. Bura 6 yazaq, burada 8 yazaq. Gəlin artıq düzbucaqlı üçbucağın bütün tillərinin miqdarını bilirik. Axı, gəlin indi bir düzbucaqlı üçbucağın sahəsini tapaq. S bərabərdir, S üçbucaq bərabərdir. 2də 1 AB nədir? A8, B6. 8 vurulsun 6. 2, 6 ixtisar getsin, burada 3 qalır. 3'ü 8'ə 24. Bir üçbucağın sahəsi oldu 24. Amma bizim 2 üçbucağımız var. Yəni burada 24'dür. İndi gəlin digər tillərin uzunluğunu qeyd eləyək. Burada düzbucaqlının uzunluğu 7 verilib. Yəni bura 7'dir. Bura 7'dir, bura 7'dir, bura 7'dir. Amma belə bir şey də var ki, baxın bu qatdalananda bura ilə bu düzbucaqlı üçbucağın bir kateti ilə bu düzbucaqlının eni üst-üstə düşür. Yəni bərabər olur. Düzbucaqlı üçbucağın kateti ilə düzbucaqlının eni bərabər olur. Yəni əgər bura 6'dırsa, deməli bu qatlananda bunun üzərinə düşür və deməli bunun eni də 6 olacaq. Eyni ilə bu da qatlananda bu katetin üzərinə düşür deyə bu düzbucaqlının da eni olacaq 8. Gəlin indi bu 3 düzbucaqlının da sahələrini hesablayaq. 7 və 6. Buranda neçə eləyir? 42. Buranın sayısı oldu 42. Onu 7'yə vurduq. Buranın sayısı oldu 70. 7'ni 8'ə vurduq. Buranın da sahəsi oldu 56. İndi gəlin S tamı tapmaq üçün hər birini toplayaq. S tam bərabərdir 24, üzərinə gəlsin 24. 56, 70 və 42. 56, 70 və 42. Və hesablayıb cavabı yazırıq. Keçək B variantına. Deməli, burada da düzbucaqlı üçbucağın hipotenuzu nədir?
2,5 sm. Qeyd eləyək. Katetlər nədir? Biri 1,5 sm-dir, digəri isə 2. Gəlin onları da qeyd edək. 1,5, 1,5 və bu hissələrdə 2 sm-dir. Düzbucaqlının uzunluğu isə hündürlüyü, yəni 3 sm-dir. Yəni bu hissələrin hər biri 3 sm-dir. İndi gəlin katetlərin üzərinə düşən enlərin uzunluğunu qeyd edək. Amma burada artıq düzbucaqların enlərinin üzərinə hər iki katet yox, bir katet və bir hipotenuz düşəcək. Çünki artıq bir katetimiz bir düzbucaqlının eninə bərabər olub və birləşiblər. Deməli, uzun olan hansıdır? Bu düzbucaqlının eni də düz deyil. Uzun olan hansıdır? Əlbəttə ki, hipotenuz. Və birləşdirəndə də onsuz biz görürük ki, 2,5 böyük olan düzbucaqlının, yəni hipotenuz böyük olan düzbucaqlının eninin üzərinə düşür. Ona görə bura yazırıq 2,5, burada yazırıq 2,5. Kiçik olanda əlbəttə ki, katetin üzərinə düşür. Ona görə bura olur 1,5, burada olur 1,5. İndi gəlin birinci düzbucaqlı üçbucaqların sahələrini hesablayaq. S bərabərdir 2-də 1 AB. AB-miz nədir? 2 və 1,5. Vurulsun 2, vurulsun 1,5. 2-lər 2 ixtisar gedir. Bir düzbucaqlı üçbucağımızın sahəsi olur 1,5. Bura yazırıq 1,5. Burada yazırıq 1,5. İndi gəlin düzbucaqlıların sahələrini tapaq. 2 vurulsun 3. Bura oldu 6. 3 vurulsun 2,5. Bura oldu 7,5. 3 vurulsun 1,5 də oldu 4,5. Gəlin indi toplayaq. S tam bərabərdir. 2 ədəd 1,5 var. Yəni bura eləyir 3. Üzərinə gəlinsin. 6, 7,5 və 4,5. Bunları da toplayanda eləyir 12. Hər birində toplayanda eləyir 21. Cavabımız oldu 21. Keçək ikinci suala. Bucaqları düzbucaqlı üçbucaq olan düz prizmanın tam səthinin sahəsini tapın. Baxaq A variantına. Mən A variantının açılışını yazdım. Amma artıq biz açılışını yazmadan da bunları hesablaya bilərik. Sadəcə birinci də açılışını yazdım. B və C-də açılışdan istifadə eləməyəcəm. Gəlin tinlərin uzunluqlarını qeyd edək. Hipotenuzun uzunluğu nə verilib bizə? 5 verilib, düz deyil. 5-ləri qeyd eləyək. Katetlər nə qeyd olunub? Kiçik katet 3 metr, böyük katet 4 metr. 3 və 4. 3 və 4. Hündürlük nə verilib? 4 metr. Hündürlükləri də gəlin 4 qeyd eləyək. 4. İndi kiçik katet qatlayanda bu kiçik enin üzərinə düşür. Ona görə bura 3-dür, burada 3-dür. Böyük katet isə əlbəttə ki, böyük enin üzərinə düşür. Burada 4-dür, ona görə burada 4-dür. 2-də 1 AB düsturundan düzbucaqlı üçbucağın sahəsini tapaq. 2-də 1 A-mız 3-dür, B-miz 4-dür. 3 vurulsun 4. Bərabərdir. 2 ilə 4 ixtisar gedir, burada qalır 2. S-imiz 6-ya bərabər olur. Hər birinin sahəsi oldu 6. İndi gəlin düzbucaqları tapaq. 4 vurulsun 3, 12. 5 vurulsun 4, 20. 4 vurulsun 4, 16. Gəlin indi S tamı tapaq. S tam bərabərdir. 6 üzərinə gəlsin 6, üzərinə gəlsin 12, 20 və 16. Bərabərdir. Buraya edir 24, 44 və 60. Cavabımız oldu A variantında 60. Gəlin indi B variantına keçək. B variantında gəlin birinci düzbucaqlı üçbucaqların sahəsini tapaq. Katetlərimiz nədir? Burada 12 verilib katet. Böyük katetimiz 12-dir. Kiçik katetimiz isə bu tərəfdə verilib, yəni 9. Gəlin bunlara əsasən düzbucaqlı üçbucağın sahəsini tapaq. 9 vurulsun 12. 2 ilə 12 ixtisar gedir, burada qalır 6. 6 vurulsun 9 da eləyir 54. 54-ü də əlbəttə ki, 2 ədəd düzbucaqlı üçbucaq var deyə 2-yə vurmalıyıq. 54 vurulsun 2, yəni 108. Qaldı bu oldu düzbucaqlı üçbucaqların ümumi sahəsi. İndi gəlin yan üzləri tapaq, yəni düzbucaqların sahələrini. S düzbucaqlı 1 bərabərdir. Bu böyük olan katetdir. Və böyük olan katet görürsünüz ki, bu düzbucaqlının eninə bərabərdir. Bu düzbucaqlının uzunluğu da 20-dir.
Gəlin birinci bu düzbucaqlığın sayəsini tapaq. Yəni 20 vurulsun 12. 20 vurulsun 12. O da eləyir 240. İndi S düzbucaqlı 2-ni tapaq. Bərabərdir. Burada da 9 kiçik katetdir, düzdür? Əgər bura 20-dirsə, biz bilirik ki, bura da 20-dir, bura da 20-dir. Yəni bu düzbucaqlığın uzunluğu da onsuz 20-dir. Amma eni bu dəfə 9-dur. Bunun sayəsini tapmaq üçün isə 20 vurulsun 9-dan istifadə edirik. 20 vurulsun 9. Bərabərdir 180. Son olaraq gəlin 3-cü düzbucaqlının sayəsini tapaq. 3-cü düzbucaqlı nədir bu? Bizim hipotenuzumuz nədir? 15. Amma yenə də bunun uzunluğu nədir? 20. En 15. Bunun sayəsini tapmaq üçün də 20 vurulsun 15. Cavabımız oldu 300. Esamı da tapmaq üçün hər birini toplayırıq. Ümumi 3 bucağın sahəsi, yəni 108 üzərinə gəlsin. 240, 180 və 300. Buraya edir 420, 720 və 828. B variantının cavabı oldu 828. Keçək C variantına. Gəlin birinci düzbucaqlı üçbucaqların sayəsini tapaq. A-mız və B-miz nədir? Katetlərimiz 12 və 5. S bərabərdir 2-də 1 vurulsun. 12 vurulsun 5. 2 ilə 12 ixtisara gedir, qalır 6. 6 vurulsun 5, 30. Amma 2 ədəd düzbucaqlı üçbucaq olduğuna görə 30-u vururuq 2-yə. Ümumi sahəmiz düzbucaqlı üçbucaqların sayısı olur 60. İndi gəlin S düzbucaqlı 1-i hesablayaq. Bərabərdir. Gəlin birinci bu düzbucaqlını hesablayaq. Tərəfləri nədir? 6 və 5. 6 vurulsun 5. Bərabərdir 30. S düzbucaqlı 2. İndi gəlin bunu hesablayaq. Tərəflərimiz nədir? Biri 12-dir. Bura 6-dır axı. Bura da 6-dır da, düz deyil. 6 vurulsun 12. Bərabərdir 72. S düzbucaqlı 3. Bərabərdir. Baxın, bu düzbucaqlı. Tərəflərimiz nədir? Yenə də hündürlüyümüz 6. Enimiz yəni. Uzunluğumuz isə bu. Yəni hipotenuz. Hipotenuzumuz da nədir? 3. 13. 13 vurulsun 6. 13 vurulsun 6. O da eləyir 78. Gəlin indi estamı tapaq. Estam bərabərdir 60, üzərinə gəlsin 30, üzərinə gəlsin 72 və 78. Bura eləyir 150, 180 və 240. Cavabımız oldu 240. Keçək 3-cü məsələyə. Oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın yaşıl yan üzü, yəni bu düzbucaqlı. Yaşıl yan üzünün sahəsi 48 kvadrat santimetrdir. Bizim uzunluğumuz, hündürlüyümüz nə qədərdir? 4 santimetrdir də, düz deyil. Bu 4 santimetrdirsə əgər, bu da 4 santimetrdir. Bu da 4 santimetrdir. Gəlin buralara yazaq 4. Və əgər bizim sahəmiz 48 kvadrat santimetrdirsə, yəni bu nə x idisə 4-ə vurulur və 48 alınıb. İndi gəlin biz enini tapaq. Onun üçün də nə etməliyik? 48-i 4-ə bölməliyik. Yəni bura olur 12. Aha. Sarı yan üzünün sahəsi isə 20 kvadrat santimetrə bərabərdir. Baxın, bu hissəni deyir. Deməli, burada bir y deyək. Y vurulsun 4-də, deməli 20 imiş ki, vurulub və 20 alınıb. Sarı hissənin sahəsi. Nəyi 4-ə vuranda 20 alınır? Əlbəttə ki, 5-i. Ona görə də buranı da biz 5 tapdıq. Deyir ki, daha sonra öndəki üzün sahəsi yaşıl yan üzdən 4 cm kvadrat çoxdur. Öndəki üzün, yəni bu üzün. Biz indi nə etməliyik? 12 və 5. Biz Pifagor teoremi vasitəsilə hipotenuzu tapmalıyıq. Nə idi bizim düsturumuz? S kvadratı bərabərdir A kvadratı, üzərinə gəlsin B kvadratı. S'miz haradır? Hipotenuzumuz buradır. S kvadratı bərabərdir. A-mız 12-nin kvadratı nədir? 144. Üzərinə gəlsin 5-in kvadratı, yəni 25. Bərabərdir. 169. 169 nəyin kvadratıdır? 13-ün. Biz C-ni artıq 13 tapdıq. Bu hissələr 13-ə bərabərdir. Öndəki üzün sahəsi yaşıl yan üzdən 4 kvadrat santimetr çoxdur. Yaşıl üzün sahəsi nə qədər idi? 48. Aha.
Oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın yaşıl yan üzünün sahəsi 48 kvadrat santimetrdir. Yəni bu hissənin sahəsi 48-dir. Əgər bizim hündürlüyümüz 4-dürsə, yəni bu hissə, deməli bu hissə də 4-dür, bu hissə də 4-dür. Gəlin 4-lərimizi qeyd eləyək və deyir ki, yaşıl hissənin sahəsi də 48 kvadrat santimetrdir. Yəni burada bir ədəd olub, onu vurmuşuq 4-ə və 48 almışıq. Yəni bu hissənin uzunluğunu tapmaq üçün nə etməliyik? 48-i 4-ə bölməliyik. Cavabımız olur 12. Bir katetimizin uzunluğunu artıq biz 12 olduğunu tapdıq. Digər, yəni sarı yan üzünün sahəsi isə 20 kvadrat santimetrə bərabərdir. Yəni burada da bir ədəd olub və 4-ə vurulub 20 alınıb. 5-i də 4-ə vuranda 20 alındığı üçün biz digər katetin uzunluğunu da 5 olduğunu tapdıq. Daha sonra deyir ki, öndəki üzün sahəsi, yəni bu düzbucaqlının sahəsi yaşıl yan üzdən 4 kvadrat santimetr çoxdur. Yaşıl yan üzün sahəsi nə qədər idi? 48. Yaşıl yan üzdən 4 santimetr kvadrat çoxdursa, bu ön düzbucaqlının sahəsi nə qədər olur? 52. 52. Bu prizmanın tam səthinin sahəsini istəyir. Gəlin tapaq. Birinci düzbucaqlı üçbucaqların sahəsini tapaq. S bərabərdir. S bərabərdir 2-də 1. A'mız və B'miz 12 və 5-dir. Vurulsun 12, vurulsun 5 bərabərdir. 2 ilə 12 ixtisar gedir 6. 6 vurulsun 5, 30 eləyir. 30, 30. Amma bizim 2 düzbucaqlımız var. Ona görə də nə olur? 30 vurulsun 2, 60. 60 qalsın yadda. Digər düzbucaqların sahələrini tapaq. Bunun artıq öndəkinin 52 olduğunu bilirik. Kənardakının da 48 olduğu artıq deyilmişdi məsələnin özündə. Digərinin özü də deyilmişdi 20. Bunları da toplayırıq. 48 üzərinə gəlsin, 52 üzərinə gəlsin 20 və üzərinə gəlsin düzbucaqlı üçbucaqların sahələri, yəni 60. Bunların cəmi eləyir 100, yəni 180. Üçüncü məsələnin cavabı olur 180. Keçək dördüncü məsələyə. Şəkildə əlil arabası üçün düz prizma formasında keçidin ölçüləri verilmişdir. Bu keçidin 1 kvadrat metr sahəsini rəngləmək üçün 100 ml boya lazımdır. Bu fiqurun bütün üzlərini rəngləmək üçün ən azı nə qədər boya lazımdır? Deməli, biz bunu tapmaq üçün nə etməliyik? Əvvəl tam səthinin sahəsini tapmalıyıq. Daha sonra da bunu 100 ml neçə kvadrat metr olduğunu tapmalıyıq. Onu da vurmalıyıq 100 ml boyaya və ən az nə qədər boya lazım olduğunu tapırıq beləliklə. İndi gəlin birinci düzbucaqlı üçbucaqları tapaq. S bərabərdir 2-də 1. Katetlərimiz nələrdir? 4 və 0,9. 4 vurulsun 0,9. 2-lər, 4-lər ixtisar gedir 2-yə. Burada 2 qalır. 2 vurulsun 0,9 eləyir 1,8. Amma 2 ədəd arxada da görünməyən, baxın, belə işarə edeyim. Belə bir düzbucaqlı üçbucaq var. Ona görə 2-yə vururuq. 1,8 vurulsun 2 bərabərdir 3,6 taşdım. Aha, üçbucaqların ümumi sahəsi oldu 3,6. İndi gəlin düzbucaqları tapaq. Başlayaq birinci bu düzbucaqlıdan. Bizim tərəflərimiz nədir? Bu tərəfimiz 3-dür, bu tərəfimiz 4,1-dir. S düzbucaqlı 1 bərabərdir. 3 vurulsun 4,1. O da eləyir 12,3. Birincini tapdıq. S düzbucaqlı 2 bərabərdir. İndi gəlin bu düzbucaqlını tapaq. Tərəfləri nəyə bərabərdir? Bu tərəfin uzunluğu biz bilirik ki, əgər bura 3-dürsə, burada 3-dür. Bura 3-dürsə, burada 3-dür. Deməli, buranın 3 olduğunu bilirik. Digər tərəfində 0,9 olduğu verilib onsuz. Yəni 3 vurulsun 0,9. O da eləyir 2,7. Keçək düzbucaqlı 3-ə. Bərabərdir. Hansı qaldı? Bu düzbucaqlı. Baxın, biz buranın 3 olduğunu bilirik. Bura nədir? Burada 4-dür. Yəni 3 vurulsun 4. O da bərabərdir 12. İndi gəlin S-tamı tapaq. Bərabərdir. 3,6 üzərinə gəlsin 12,3, 2,7 və 12. Bunları toplayanda edir 15, 27 və 30,6. Bizim S tamımız oldu 30,6 kvadrat metr.
Amma 1 kvadrat metr sahəni rəngləmək üçün 100 ml boya lazımdır. Bizim nə qədər kvadrat metr sahəmiz var? 30.6. Yəni bunu biz yuvarlamalıyıq 31-ə. Daha böyüyünə. Çünki 0,6-da rəngləməliyik axı. Yəni bizə ümumilikdə 31 kvadrat metr sahəni rəngləyəcək boya lazımdır. Ona görə 1 kvadrat metr əgər 100 ml-dirsə, 31 kvadrat metri də tapmaq üçün 100 milliyə vurmalıyıq. Gəlin vuraq. 31 vurulsun 100. O da bərabərdir 3100 millilitr, yəni 3,1 litr boya lazımdır. Bugünlük bu qədər idi. Davamının gəlməyini istəyirsinizsə videonu bəyənin. Fərdi və yaxud da qrup şəklində hazırlıq üçün də rəylərə müraciət edə bilərsiniz. Sağ olun.